Fizika və riyaziyyat müəllimləri bu videonu keçməsin. Şagirdlərimlə keçən il düşmüş qəbul suallarına baxırdıq və bu başı bəlalı sualla yenidən qarşılaşdıq. Deməli, bu sualda dəyişən 2 dənə parametri var. Funksiyada 2 dəyişən parametri var. L və J dəyişəndir. Yəni, bunların heç birinin sabit olması barədə nə variantlarda, nə də ki, sualın şərtində bizə bir şərt verilməyib. Yəni, biz 2 dənə dəyişəni olan funksiya üçün necə bir qrafik quraq tək dəyişəndən asılı olan? Yəni, bu hansı məntiqə sığan bir işdir? Bu suala baxdıqdan sonra biz abituriyenti necə motivasiyalı bir şəkildə imtahana göndərə bilərik? 2 qəbul edək, tamam, düzgün olsun. J-ni sabit götürək, L-in qrafiki bu şəkildə olsun. Onda 3 də düz olmalıdır, 5 düz olmalıdır. 5 düzdür, orası heç. Amma 2, 3, 5 götürsən cavab olur. C variantı səhvdir, cavab çıxıb 2, 4, 5. Yəni, əgərləri J bu şəkildə azalırsa, necə L bu şəkildə arta bilər?